Əziz dostlar, hisslərim olan insan olaraq özümə borc bilirəm. Hər dəfə dünyada fəlakətlər və bir şeylər olduqca hiss etdiyi şeylərə sizə deməyə, xatırlamağa. Olmazın olmazı olacağı hiss edirəm. Yəni dünyada bizim hal-hazırda yaşadığı insanlar ki var, 50, 60, 70 yaş arasında, onların da görmədiyiniz qədər dünya üzərində ardıcıl şəkildə çox böyük zəlzələlər gələcəyini hiss ediyorum. Bunu bir neçə aylar ərzində, yəni bir içində bir neçə aylar ərzində bu baş verəcəyini neçə illərdir deyirəm ki 2026-cı ili çıxana qədər bunlar olacağını həmişə demişəm. Və 2025-ci ildən kimlər ki sağ-salamat çıxacaqsa, onlar üçün heç bir problem olmayacaq demişdim və onun da arxasındayam. Bu o deməkdir ki 2025-ci ilin sonuna qədər biz gördük ki Filistin, Ukrayna, Qarabağ və İran, İsrail arasında çoxlu savaşlar və çoxlu gərginliklər oldu. Hal-hazırdakı dönəmdə Ukrayna savaşı gedir, o biri savaşlar nisbətən müvəqqəti durmuş bir vəziyyətdədir. Bəli, yəni biz tarixini az-çox səhv deyə bilərik, Allah deyilik. Ola bilər ki bu savaş 30-a qədər də, 28-ə qədər də yenə də uzansın. Amma hal-hazırda gördüyünüz 2025-in sonları Filistin savaşını sülh bağlayıb müvəqqəti saxladı. Pakistan başlamışdı, Afganistanla bir-iki günü başladı, bitti. Qarabağ bitti və bitti. İsrail və İran arasında. Amma bu savaşlar əsasən də sözümün canı odur ki, müvəqqəti olaraq saxlatdırdığını düşüncəsindəyəm. Yenə də yəni bu dünya savaşının gərginliyini bitdi deyə bir şey görmürəm. Yenə də bunlar davam edəcək. Ona görə deyirəm ki 2025-ci ilin içindən sağ-salamat çıxsa bizə heç bir ziyan olmayacaq. Heç bir hata, heç bir hadisə Azərbaycan üçün görmürəm. Mən demişdim 2013-cü ilin, 12-ci ilin proqnozlarında. Ondan sonra bax gör ki, nə qədər şeylər, nələr biz yaşadıq, çox şey yaşadıq. Və inşallah Azərbaycanda heç bir hadisə, heç bir savaşa qoşulmaz. Hər şey Azərbaycan üçün gözəl olar. Amma 3-cü dünya savaş başqa bölgələr, başqa ölkələr arasında olacaq. Bu qaçılmazdır və amma Azərbaycanın, bütün dünyanın qorxmalı olan bir şey varsa təbii fəlakətlərdir, böyük sellər və böyük zəlzələlər. Dünya üzərində bu yaxınlarda çox böyük sel suların və zəlzələlərin, bəzilər deyəcək ki, bunlar həmişə olur. Həmişə olduğundan 3-4 qat çox böyük insanlara, canına, malına ziyan verəcəyi qədər böyük sellər və çox böyük zəlzələlər dönəmi başlayacağını hiss ediyorum. Bir çox proqnozlar ki var vermişəm, onların içində yaxın zamanlarda dünya liderlərindən birinə də sui-qəsdin olacağını da bu yaxınlarda və çoxdan demişdim. Onu da deyim, Türkiyənin hal-hazırda sülhə doğru gedən gedişatının olmağına baxmayaraq, Türkiyədə bir savaşın hər hansı kimlərlənsə ya içindən başlayaraq ya şöyle bunu deməkdə biraz əziyyət çəkirəm. Bunu politologlar daha yaxşı analiz edərlər. Amma Türkiyənin də hər hansı bir savaşa qatılacağını hiss ediyorum. Ən böyük savaş dünya üzərində Hindistan və Pakistan üzərində olacaq. Ondan sonra dünyada hər şey qopacaq. O vaxtacan hələ ki bilmirəm nə qədər var. Əsas odur ki mən bunları hiss edirəm deyə sizlərə ona görə çatdırıram ki bir şey biləndə insan qabağını ala bilər. Bəlkə də almağı yollara düşünər, amma bilməyəndə, qəflətən gələndə çətin olur, gec olur. Əsasən zəlzələlər və böyük sellər dönəmi gedir. Mən onları sizə xatırlatması üçün buradayım. Və habelə mənim adımdan bəzi saytlar açıblar. Bu kimi proqnozlar verirəm deyə. Ola bilər ki, kimlərsə özlərinə klient qazanaraq insanların cibinə girmək istəyirlər. Mənim onlayn üzərində heç kim heç vaxt qəbul etməmişəm və etmirəm. Bunu biləsiz. Nadim Əlixanov adında TikTokda 1-2 səhifələr açıb və ya Instagramda mənim bir dənə Instagramda səhifəm var. 200 hal-hazırda 14-15 min civarında izləyici var. Nadim Əlixanov ofisial.
O da mənim səhifəm. Bir də TikTokda son dəqiqə xəbər portalı var. Orada paylaşırlar mənim proqnozları. Hansı ki, bu gördüyünüz. Qalan heç bir portallarda verdiyi, yazdığı insanlar nadiməm deyə inanma. Vəbşə də nadim onlaynda baxmır və heç iş də görmür onlayn üzərindən. Kim ki mənlə görüşüb iş gördürmək, danışmaq, baxmaq və ya hər hansı bir rəy, analiz istəyirsə o insanlar mənlə ancaq üzbəüz görüşür, üzbəüz olur. Başqa heç bir halda olmur. Ona görə aldanmayın və mənim torba tikmək istəyən və məndən istifadə eləmək istəyən insanlar proqnozları verdiyi üçün bunu mənə eləyə bilərlər. Ona görə də siz insanlar bilin və ehtiyatlı olun ki, heç bir səhifədə nadim onlayn qəbul eləmir. Buna əmin olaraq deyirəm. Çünki mən görürəm mənim adımdan son zamanlar səhifələr açılır. Mənim keçmiş videoları götürür, paylaşır. Üstündə güya mən təmizlik işləri bacarıram. Güya adam bu qədər qəbul edirəm, mən filan işlər. Heç bir şey mənə aid deyil. Ehtiyatlı olun. Mənlə, özünlə üzbəüz danışmadan heç kimə, heç yerdə inanmayın. Yaxşımı? Bu bir. İkincidir ki, yenə də deyirəm, bir insan əgər qorxulu proqnozlar verirsə, onların zamanı gözləyərək ona sonra sözü deməlidir. Onlar əgər baş verirsə, demək lazımdır ki, bu adamda nəsə var, bu bizə deyir bunları. Mən bir var sizi yalandan qorxudum, bir də var ki, fakt içimə gələn hadisələri, hisslərini sizə çatdırıram. Bir də deyirsiniz ki, yaxşı bir şey niyə demirsiniz? Bu çox inşallah yaxın bir zamanında Ermənistanla Azərbaycan üzərində olan Zəngəzur koridorun tam açılaraq fəaliyyətə başlayacağını bəziləri deyir. İki başda danışır. Amma mən onun baş verəcəyini görürəm. Amma sonra Türkiyə üzərində başqa qonşu ölkələrlə başlayacaq savaş dönəmi gələndə ola bilər ki, müvəqqəti olaraq orada da nə bilim saxlasın, eləsin. Amma əsas odur ki, o gözəllik günləri biz bu yaxınlarda görəcəyik inşallah. Amma yenə də başqa ölkələrində olan dünya savaşa gedən gedişatlardan xəbər verdim və əsasən də biz zəlzələdən və təbii fəlakət, sellərdən, sulardan qorumalıyıq və onun üçün nə bacarırıqsa onu etməliyik. Evləri çuxurlarda, çayların qıraqlarında, su keçə biləcəyi yerlərdə olanlar indidən dambaların yaratması, nələrsə barədə düşünməli və sonra gələcəkdə gələn böyük sellərin evləri, özünüzü, malı, mülkünüzü qorumaq barədə düşünməli. Bir də zəlzələlər əsas böyük hündür binalarda yaşayanlar düşünməlidir ki, alçaq binalara keçməli və nisbətən yaxşı tikilmiş, güclü binaları keçib qalmaq barədə düşünməlidir. Çünki zəlzələlər dönəmi qaçılmazdır. Ay göydən planet düşür, ay filan olur. Bunları bizə uydururlar. Güya onun nəticəsində yer kürəsindən çıxdı. Güya bunlar baş verir deyə bizi aldatacaqlar. Əslində özləri hərb qamilərlə, masonlar siyasətinin arxasında kimlər varsa dünya üzərində böyük güclər onlara edəcəklər. Sağ olun.